Mən həkim radioloq Qəhrəmanova Elmira. Bugün karpal tunel sindromu haqqında danışmaq istəyirəm. Karpal tunel sindromu biləkdə, bilək boşluğunda karpal tunel deyilən bir boşluqdur ki, burada medial sinirin hər hansı bir səbəbdən sıxılması nəticəsində yaranır. Sıxılma səbəblərindən biri reumatoidlə artritdir, menopauza hamilək dövründə biləyə yığına mayenin olması, lipomalardır, biləyin əlin daimi tez-tez gərgin vəziyyətində hərəkəti, səbəb ola bilər diabet xəstəlikləri, tiroid xəstəlikləri səbəb ola bilir. Və bunların əsas simptomları baş barmaq, işarə barmaqları, üzük barmaqlardır ki, burada qarışıq yeriyircəsinə uyuşma hissinin olması, əşyaların əldən tez-tez düşməsi və kəskin xüsusilə gecələr ağrıların olmasıdır. Ultrases müayinəsi zamanı karpal tunelə səbəb olan amillər hansıdırsa, siniri sıxan amillər hansıdırsa, kütlədimi və yaxud da sinir öz iltihabıdırmı çox gözəl görünür. Yəni, əgər hər hansı bir kəsdə biləkdə daimi xüsusilə gecə ton ağrıları varsa, barmaqlarda uyuşma hissi varsa, əşyaların tez-tez düşməsi kimi narahatçılıqları varsa, ultrases müayinəsinə bizlərə müraciət edə bilər.